Deməli 163-cü suala baxırıq. X oxu üzrə hərəkət edən iki maddi nöqtənin sürətinin proyeksiyasının zamandan asılı qrafikləri verilmişdir. Müşahidəyə başlayandan 10 saniyə sonra maddi nöqtələr görüşürlər. Müşahidəyə başlayan anda onlar arasında məsafə nə qədərdir? Biz bu qrafikdən görürük ki, cisimlər birinci cisim ədəd oxu istiqamətində bərabər yavaşlayan, ikinci cisim ədəd oxunun əksinə bərabər yavaşlayan hərəkət edir. Yəni bu cisimlər qarşı-qarşıya hərəkət edirlər. Biz birinci bunların hər birinin getdiyi yolu tapmalıyıq. Və bu cisimlərin getdiyi yolu tapmaq üçün yenə də alınan fiqurun sahəsini tapmalıyıq. Burada hər ikisində birinci və ikinci cisimin yaratdığı fiqurlar trapesiya eləyir. Trapesiyanın sahə düsturu da biz bilirik ki, oturacaqlar cəminin yarısı vurulsun hündürlüyüdür. Burada da birinci cisim üçün yolu tapsaq, deməli 16 üstə gəlsin 4 bölünsün 2 vurulsun 10 olacaq və bu da 20 bölünsün 2, 10, onu da ona vursaq 100 metr. Birinci cismin getdiyi yol 100 metr olacaq. İkinci cismin getdiyi yolda eyni qayda ilə tapsaq, təbii ki, yol olduğu üçün biz qiymətlərinin modulunu götürürük. 10 üstə gəlsin 3 bölünsün 2 vurulsun 10. Bu da 65 metr gedir. Və bu cisimlər qarşı-qarşıya gəlib görüşdükləri üçün birinci cisim deməli ədəd oxu istiqamətində 100 metr, ikinci cisim ədəd oxunun əksinə 65 metr gəlir və bir nöqtədə görüşürlər. Birinci cisimin getdiyi yol 65 metr, digəri 100 metr olduğundan və müşahidəyə başlayan anda bunlar arasında məsafə 165 metrə bərabər olur. Cavab da 165 metr edir.